Həmçinin bir məsələyə də toxunmaq istəyirəm. Əbdurrahmanın anası övladlarından biri haqqında deyir ki, o namaz qılanda nə dilini tərpədir, nə də dodaqlarını açır. Oğlum, Allah səndən razı olsun və səni mübarək etsin. Əgər məni izləyirsənsə, bil ki, bu qıldığın namaz deyil. Namazda dilin və ya dodaqların tərpənməsi mütləqdir. Yəni, dodaqlarını tərpətmədən oxuyan kəs əslində oxumuş sayılmır. Bu sadəcə ürəyində oxumaqdır. Halbuki namazın səhihlik, düzgün sayılma şərtlərindən biri də budur ki, Fatihə surəsini dilini tərpədərək oxuyasan və təsbihləri, zikirləri dilini tərpətməklə yerinə yetirəsən. İndi sən dodaqlarını qapalı tutaraq necə namaz qılırsan? Belə halda namazın qəbul deyil. Dodaqları tərpətmək mütləqdir, dili tərpətmək mütləqdir.